Dostum, salamlayıram səni. Deməli, belə bir situasiya hər bir insanın qarşısına çıxa bilər. Məsəl üçün 4 piyada var gördüyün kimi. Məsələn, rəqibin də bir dənə vəziri var və sən burada düzgün gediş eləməlisən. Görürsən ki, yəni rəqibin şahını düzdür, şah verib uzaqlaşdırmaq olar, ancaq eyni zamanda da şahı da oynamalısan həmçinin ki, mat eləyə biləsən rəqibi. Yoxsa belə vəzirlə təkcə şah verməklə heç nə alınmayacaq. Burada da 4 dənə piyadası var. Ola bilər ki, qaralar şahını piyadaların arxasına keçib piyadaları yəni qabağa verib vəzirə çıxarda bilər. Ancaq burada gəl elə vəzirə çıxmamışdan öncə boş-boş şah verməkdənsə də gəlin burada düzgün və yanlış həmlələri mən sizə göstərdim. Deməli biz burada vəzirlə həm bu piyadaya hücum eləmişik, həm bu piyadanı biz götürə bilərik. Burada məsəl üçün gəlin birinci bu piyadadan başlayaq. Məsəl üçün tutaq ki, biz bu piyadanı götürdük. Rəqib isə digər piyadasını qabağa verirdi, düzdürmü? Biz isə vəzirimizi gətirdik D1 xanasına ki, piyadanın önünü keçək. Burada isə rəqib A2 piyadasını tutaq ki, basa bilər qabağa və vəzirə çıxmaq istər bilər. Burada da biz vəzirimizi A1 xanasına gətirsək, rəqib digər piyadasını da qabağa verəcək. Biz artıq məcburuq ki, A2 piyadasını götürək. Bundan sonra rəqib C1 xanasından görürsən ki, vəzirə çıxa bilər. Deməli, bizim bu dik piyadanı götürməyimiz düzgün deyil. Bizim ən yaxşı variantımız burada D3 piyadasını götürməkdir. D3 piyadasını götürəndən sonra rəqib A2 eləsə belə biz vəzirlə C3 piyadasını götürürük. Görürsən ki, bu iki xanaya artıq nəzarət eləyirik. Rəqib piyadanı gəlsə belə biz yenə vəzirlə götürürük və yenə də A1 xanasına nəzarət eləyirik. Və yaxud da rəqib B2 gəlsə biz vəzirimizi gətiririk B1 xanasına. Ondan sonra biz şahımızı yaxınlaşdıraraq deməli rəqibin qarşısını, yəni piyadalarının qarşısını ala bilərik. Və yaxşı, maraqlıdır. Mən sizə bir dənə sual verim. Yaxşı, biz rəqib bu gedişi eləsə, biz vəzirimizi hara gətirməliyik və hansı gedişi eləməliyik? Daha doğrusu, bir dənə bunu rəy bölməsində yazın. Fikirləriniz maraqlıdır. Bu vəziyyətdə isə biz maraqlı gediş eləyəcəyik. Deməli, məsələ nə yerdədir? Biz rəqibi məcburi gediş elətdirəcəyik. Yəni, zuguzvanga salacaq və rəqib məcburi gedişlərlə artıq uduzacaq. Deməli, gediş bizimdir. Topla C5 xanasından şah verdik. Rəqibin şahı ola bilər ki, gəlsin H4 xanasına. Bundan sonra biz topumuzu C3 xanasına gəldik. Və rəqib burada səhv eləyərək piyadasını qabağa verir. Və yəni şahın önünü kəsir. Halbuki geridə qayıda bilərdi. Ancaq məsəl üçün bunu belə oynayır da, pat eləmək istəyir. Rəqib istəyir ki, pat olsun. Və rəqib burada görürsünüz ki, şahı da qabağa gələ bilmir. Çünki həm piyadamız, həm şahımız, həm topumuz o xanaya baxır və biz burada artıq elə eləməliyik ki, pat olmasın. Burada bizim maraqlı gedişimiz sizcə nə olar? Bir fikirləşin, bir video baxıb bir 5-10 saniyə fikirləşin, görün. Biz burada nə edə bilərik ki, rəqib pat olmasın da maraqlı olsun. Fikirləşin görək. Gəl mən sizə həmin maraqlı gedişi göstərim. Deməli, topumuzu qurban veririk, şah veririk. Yəni, rəqib şahla götürə bilmir, piyadası ilə götürərək bizə şah verir. Biz isə şahımızı F3 xanasına oynayırıq və gördüyünüz kimi rəqibin şahı önə gələ bilmir, məcburdur ki, piyada oynasın. Və piyada ilə şah verir yenə, biz şahımızı F4 xanasına qoyuruq və rəqib yenə şahın hərəkət elətdirə bilmir. Çünki bizim şahımız onun şahının çıxmağına icazə vermir. Opozisiya vəziyyəti yaranıbdır və hal-hazırda qaralar zuguzbankdadır və məcburi gediş eləyirlər. Belə ki, piyadasını qabağa verir, biz isə həmin piyadanı piyadamızdan götürərək gördüyünüz kimi rəqibi mat eləyirik. Bəzən olur ki, şahmatda maraqlı oyunlar olur, sadəcə olaraq gözümüzə görsənmir. Halbuki, məsəl üçün, ağlımıza gəlmir və yaxud da risk eləmirik. Məsəl üçün, burada biz topu qurban verdik gördüyünüz kimi. Ancaq onu biraz düşünsək, taparıq. Ancaq həmin
tələskənlik vəziyyətində biz riskə girmirik ki, biz topu niyə qurban verək və yaxud da topu niyə verək ki, topumuz var. Ancaq gördüyünüz kimi topu qurban verməklə rəqibi gözəl piyadamat eləyirik və bunu bacarmaq lazımdır, fikirləşmək lazımdır əlbəttə ki, vaxtımız da olur oyun ərzində və ona görə də diqqətlə fikirləşib hər şeyin yolunu tapa bilərik dostlar. İzlədiyiniz üçün sağ olun, minnətdaram. Rəy bölməsində suallarımın cavabını gözləyirəm sizdən. Sağ olun.